Rusiya Silahlı Qüvvələri Ukraynaya 36 raket və 242 pilotsuz uçuş aparatı ilə geniş miqyaslı hücum həyata keçirib. Paytaxt Kiyevdə raket və dron zərbələri nəticəsində 4 nəfər həlak olub, 20-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Ölənlər arasında tibb işçisi də var. Dron zərbələri yaşayış binaları, ticarət mərkəzi və 24 mərtəbəli qeyri-yaşayış tikilisinə ciddi ziyan vurub. Yanğınlar baş verib. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə hücumlar nəticəsində kritik infrastruktur obyektləri zədələnib və şəhərdə elektrik enerjisindən su təchizatında fasilələr yaranıb. Rusiya qüvvələri eyni zamanda Dnepropetrovsk vilayətinin Krivoy Rog şəhərini də dronlar və balistik raketlərlə vurub. Yaşayış məhəlləsinə endirilən zərbə nəticəsində 77 yaşlı qadın həlak olub. Son məlumatlara əsasən şəhərdə 23 nəfər xəsarət alıb. Onlardan 6-sı uşaqdır. Lvov vilayətində isə kritik infrastruktur obyektləri raket zərbəsinə tuş gəlib. Vilayət rəhbərliyinin bildirdiyinə görə böyük ehtimalla hücumun əsas hədəfi qaz yatağı və yeraltı qaz anbarı olub. Ukrayna Silahlı Qüvvələri balistik raketin saatda təxminən 13.000 km sürətlə hərəkət etdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyi Ukraynaya edilən kütləvi hava zərbələrini şərh edib. Nazirlikdən bildirilib ki, bu Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücumun cavabıdır. Açıqlamada qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın vacib obyektlərinə qarşı geniş miqyaslı hücumda Oreşnik raket sistemindən də istifadə edib. Ukrayna hərbçiləri isə Rusiyanın Belqrad vilayətini yenidən hədəfə alıb. Vilayətin qubernatoru Vyacheslav Gladkovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hava zərbələri nəticəsində 500 mindən çox sakin işıqsız qalıb. Təxminən 200 min nəfər isə su və istilik təchizatından məhrum olub. Bildirilib ki, əsasən çox mənzilli yaşayış binalarına ziyan dəyib. Xavər Əliyeva, Rauf Məmmədov, ASTV Xəbər.